İlahi əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi Muhammed Ali Muhammeddən dünya və axirət bizi ayrı salma. Bizə dünyada o pak insanların ziyarətini, axirətdə də şəfaətlərin nəsib elə. İlahi günahlarımızı üzərindən qələmi əfv çək. İlahi xəstələrimizə, nəzərdə olan xəstələrə tezliklə şəfa ver. Əsirlərimizi azad elə. İlahi qərib yerdə olanlarımızı da səlamət elə. İlahi hərbiçilərimizi, əskər və zabitlərimizi öz pənahında hifz elə. İlahi gələn günlərimizi xeyirli və bərəkətli qərar ver. Muhammed Ali Muhammed hörmətinə hər kəsin nə duası varsa, bizim bu dualarımıza amin deyən dualarla bahəm hamısının dua və istəklərin qəbul və rəva elə. Hacətlərimizi, rəva müşküllərimizi də asan elə. İlahi övladı olmayanlara sağlam salih övladlar nəsib elə. İşi olmayanlara halal iş yeri nəsib elə. İlahi və Rəbbim ailə qurmaq istəyənlərə halal izdivac nəsib elə. Günahdan, şeytanı vəsvəsələrdən bizi hifz elə. İlahi bizi zəlalətdən uzaq eləyib, hidayət yolunda addımlamağı, yüksəlməyi nəsib elə. İlahi bəyəndiyin və razı qaldığın əməlləri yerinə yetirməkdə bizə tövfiqat inayət elə, İmam-ı zamanımızı səlamət elə, İnşallah şərafətli zuhurunda da təcil qərar ver.